pozğunluğunun hansı əlamətləri var? Bugün bu haqda danışmaq istəyirəm. Bir çox pasientlər hələ də endokrinoloqun nə işlə məşğul olduğunu tam başa düşmürlər və bugün mən xəstəliklərdən yox, birbaşa əlamətlərdən danışmaq istəyirəm. Hansı əlamətlər olarsa, biz endokrinoloq müayinəsində olmamız lazımdır, mütləqdir. Bunlar aşağıdakılardır. Birincisi, halsızlıq, yorğunluq, diqqət və konsentrasiya pozğunluğumuz varsa, əllərdə, ayaqlarda uyuşma, keyləşmə, bu əlamətlərimiz, boğulma, təngi nəfəslik, saç tökülmə, qəbizlik kimi əlamətlərlə müşahidə olunarsa, yuxu pozğunluğu, gecə ayılmalarımız, bu əlamətlərimiz varsa, əgər yeməyə qarşı həssasiyyətimiz, xüsusən şirniyyata meyilliyimiz, yemək saatımız ləngiyəndə əsməmiz, titrəməmiz olursa, aybaşı pozğunluqları, sonsuzluq kimi əlamətlər varsa, bundan başqa çəkimiz tez-tez dəyişirsə, sürətlə çəki almaq və ya əksinə sürətlə arıqlama problemlərimiz varsa, demək ki, endokrinoloq müayinəsində olmamız lazımdır. Bu zaman bizdə həm tiroid xəstəlikləri, həm hipofiz hipotalamus sistemi xəstəlikləri, böyrək üstü vəzi xəstəlikləri, məd-altı vəzi xəstəlikləri, həm də çox zaman yumurtalıqların funksiyası qiymətləndirilməli və buna uyğun olaraq xüsusi qidalanma, həmçinin dərman preparatları təyin oluna bilər. Buna görə də ümumi xəstəliklərə oxşasa da bu əlamətləriniz varsa, heç olmasa həyatınızda bir dəfə də olsa endokrinoloq müayinəsində olmanız lazımdır. Sonda bu videonun daha çox insana çatması üçün bəyənməyi və paylaşmağı unutmayın. Özünüzə yaxşı baxın.